Həyatın ekranı olan 14 TV efirində hər birinizi xoş gördük, dəyərli izləyicilər. Sözün gücü verilişinin özəl buraxılışından hər birinizi salamlayırıq. Bugünkü mövzumuz məhərrəmliyin günümüzdəki ictimai təsirləri barədə olacaq. Qonağımız ictimai xadim Hacı Rahim İsmayılovdur. Xoş gəlmişsiniz Hacı Rahim bəy. Təşəkkür edirəm. Hazırsınızsa suallarımızı başlayaq. İlk sualımız budur ki, məhərrəmlik ayındakı ritualların və bərabər icra edilən mərasimlərin cəmiyyətdə sosial həmrəyliyin və icma bağlarının güclənməsinə təsiri nədən ibarətdir? İlk öncə mən də sizi salamlayıram, tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirəm mənə də bu gözəl verilişə dəvət etdiyiniz üçün. Sualınıza gələndə Məhərrəm ayının insan mənəviyyatında, insanın zehnində, psixologiyasında təsiri çox mühümdür və təsirindən istifadə etmə qaydası da siz dediyiniz sualdan asılıdır. Birinci, o sual ictimaiyyətdə hansı təsir qoyacaq? İctimaiyyətdə bir insan olaraq, fərd olaraq ümumiyyətlə iki cür təsir var. Biri yanlış təsir var, biri müsbət təsir var ki, o da bizim dinimizin əsasının İmam Hüseynin qoyduğu yoldan irəli gəlir. Yanlış təsirdən danışsaq ki, müsbət hər zaman müsbətdir. Amma yanlış təsir nədir? Yanlış təsir insanlar, məsələn, bir misal gətirim də, biri var tacir, biri var tüccar. Tacir budur ki, tərəzidən heç zaman aldatmaz. Tacir ticarətində heç bir zaman, həmişə halalında, haramında diqqət edir. Hətta mən sosial şəbəkələrin birində desin köhnə bir fotoya rast gəldim. Qədim foto idi. Məsələn, ən azı 20-25 ilin fotosunu indi ictimailəşdirmişlər. Bir deməli ərzaq dükanının bir işçisi idi, onun sahibi idi. Deməli, o qədim daşlar ki, kiloluq daşlar ki qoyardılar, çəki daşlarını qoyardılar. O kağız da qoymuşdu çəki daşının altına. Mən diqqət elədim, bunu niyə qoyub? Baxdım ki, o yüzden çay çəkir. O yüzden çay çəkir, çay özü kağız klokun içindədir. Deməli, insan kişi nəyə diqqət edir? Deməli, o 1 kilo daş, çəki daşından əlavə, bir miskal orada kağızın əgər qramı varsa, halallığa görə ona yanaşır. Bax, bu İmam Hüseyin əleyhissalamın ictimaiyyətdə qoyduğu təsirdir. Bu İmam Hüseyin əleyhissalamın vuruşduğu, döyüşdüyü, qanın axıtdığı, bu İmam Hüseyin əleyhissalamın dünyada ta qiyamət gününə qədər yaşatdığı bir nümunədir ki, bu nümunə gözəllik üçün. Amma əksi nə idi ki, biraz dedim ki, o insanlar İmam Hüseyin əzadarlığından, İmam Hüseyin, o həmən tüccarlar da onu satarlar, İmam Hüseyndən istifadə edirlər. Bütün mövzularda, bütün məsələn, indi mən haşiyə çox çıxmayayım ki, vaxt almayayım, müəyyən suallar yəqin ki var. Amma onlar İmam Hüseyni sadəcə olaraq, yəni o məhərrəmlik əzadarlıqlarını belə deyək, bir növ nümunə gətirərək öz şəxsi məramlarını, şəxsi ticarətlərini, şəxsi belə deyək də ictimaiyyətdə olan bir məsələləri ortaya gətirərək tam əksində ictimaiyyətdə yanlış düşüncələr yaradırlar. Bu da yanlış düşüncə kimə yaranar? İmam Hüseyndən məlumatı olmayanlar. İmam Hüseynə diqqət, bəli, imamı sevir, məhəbbəti var. İmam əzadarlığı aşurası gələndə bəlkə də məndən də çox ağlayır. Bəlkə məndən də çox ön cərgədə oturmağı üstün tutur və oturur da yerində tutur. Mən 1 saat otururamsa, o sona qədər oturur. Amma İmam Hüseyin haqqında elmi, tarixi məlumatı azdır. Mən o insanlara tövsiyə edirəm, elə sözü gəlmişdən icazəvizlə o insanlara tövsiyə edirəm, etməyin. İmam Hüseyni tüccarlıq yolunda satmayın. İmam Hüseyin əleyhissalamın yolunda əksinə İnnəməl əmalu bin niyyə. Həzrəti Peyğəmbər əleyhissalam buyurub, bütün niyyətlərdən Allah xəbərdardır. Sən niyyətində tut. Bəli, kimsə işləməsə yeyə bilməz. Yiyənməsə yaşaya bilməz. Məntiqdir da, yaşaya bilməz. Bəli, mən, siz, bütün bəşəriyyət zaten işləməlidir. Onu da deyim ki, mən çox təəssüf olsun ki, bugünkü gənclik tənbəlliklə doludur. Tənbəllik, yox, tam əksinə biz işləməliyik. Bəli, amma tüccar yox, biz tacir olmalıyıq. Həmən o kişi kimi. Hər şeydə halallıq etməliyik ki, bizə baxıb insanlar yanlış yola getməsinlər. Bizə baxsınlar, insanlar İmam Hüseyni yanlış tanımasınlar. Nəticədə də biz İmam Hüseyin əzadarlığını yanlış kimi göstərənlərdən olmayaq. Təşəkkür edirəm. Digər bir sual bundan ibarətdir ki, Hacı Rahim bəy,
Bu ayda geniş vüsət alan könüllü xeyriyyəçilik, ehsan süfrələri və yardımlaşma aksiyaları ehtiyac sahiblərinə dəstək mexanizmlərinin qurulmasına necə töhfə verir? Mən bu suala bir sualla istəyirəm öz fikrimi izah edeyim. Təsəvvür edin, insan bir gün az qalsa, susuz qalsa nə hala qalar? Hər özün məni dinləyənlər cavabı versin. Bir gün, 2 gün, 3 gün su içməsin, yemək yeməsin, ta gecə gündüz ibadət eləsin. İlla ki Allahın nəzəri olan şəxsiyyət olmasa, 3-cü, 5-ci, 10-cu ildə bu insan canını tapşıracaq. Düzdürmü? Gecə gündüz namaz qılsın. Deməli, fiziki cəhətdən, məntiq baxımından bu mümkün deyil. Deməli, insanı yaşadan nədir? Yediyi qida. İnsanı yaşadan budur. Mənəvi qidası həmən ibadətdir. Peyğəmbəri sevməkdir, xanım Fatimə Zəhra salamun aleyhanı sevməkdir, Allaha bağlanmaq. Fəlsəfə alimləri deyirlər ki, övlad anasına güvəndiyi qədər Allaha güvənsəydi, dünyanı fəth eləyərdi. Güvən budur. Bu mənəviyyatdır. Amma bunun cismi tərəfi var. Məsələn, Əshab-ı Kəhf biraz bundan çəkilişdən qabaq misal düşdü. Əshab-ı Kəhfin mağarasında oturanlar kim idilər? Peyğəmbər idilər? Yox. İmam idilər? Yox. Bir insan idi, bir bəşər. Bəşər övladları idi. Amma Allah onlara necə izzət verdi. Amma onları Allah o 300 neçə il ki orada yaşatdı ya yuxu halında. Neynirdi? Bir nəfər mən bunu danışanda bir nəfər bir xanım o sualı mənə verdi. Bu yadıma düşdü deyim ki, Allah onları deməli mələklər ayırmışdılar. Hər gecə mələklər gələrdi, o 7 nəfəri çövrərdi bir tərəfə, səhər gələrdi, çövrərdi bu tərəfə və onların arzuqələrini Allah indi bildiyi tərzdə verərdi. Həmən qulaqlarına və gözlərinə vurur. Bəli, aysə o həmən o forma. Həmən xanım mənə sual verir ki, Allah onlara onu 300 il, 300 neçə il yaşadırsa yuxu halında, o elə yaşadardı da cismi formada, yeməyə də ehtiyac olmadı. Dedim, yox, məntiq var. Məntiq var ki, insanın yaşayış tərzi. Bu Allah üçün lazım. Allah üçün məsələn lazım olsaydı mən bəşər olaraq, mən yeməyə içməyə ehtiyac yox idi. Niyə? Onun heç nə ehtiyacı yoxdur. Amma mən bəşərəmsə, mən göstərməliyəmsə, mələklərin vəzifələri də varsa, deməli vəzifələrim bu insan yatsa da, qalsa da, dursa da mələklər vəzifələrini icra etməlidir. Düzdürmü? Bəli, deməli, amma o ruhani qida idi ki, onları yaşadırdı. Əgər dünyaya qalanda cismi qida var ki, birinci suala öhdəmizə halal haram öz yerində, cismi qidamız nədir? Deməli, biz xülasə, biz yeməsək, içməsək, yaşaya bilmərik. Bizi yeyib, içib yaşadan nədir? Həmən o qidadır ki, biz halalından yeməyə. Həzrəti Peyğəmbər Əleyhisselamın sözlərində buyururlar ki, deyir, Allah bir neçə yerdə insanın ömründən yazmaz. Məsələn, Allah qısa formada deyim, Allah insanı faili muxtar yaradıb. Deyir, mən sizə o qüdrəti vermişəm, ömrünüzü uzada da bilərsiniz, qısalda da bilərsiniz. Yaxşı, sual verdilər, ömrü qısaltmaq ki, məlumdur. İnsan bir fəsadla məşğul oldu, pis vərdişlərə quşandı, getdi məsələn içkiyə filan bu şeylər. Dünyasının cismi xəstəliyə tutuldu, dünyasını dəyişdi, qısaltdı ömrü. Uzatmaq nədir? Uzatmaq budur. Həzrəti Peyğəmbər əleyhissalam buyurur ki, qəbr evlərini ziyarət eləmək silə-i rəhimdir, yəni ömrü uzatan əməllərdəndir. Ana-atana yaxşılıq eləmək, vacibat başqadır. Yaxşılıq elə, axtarmaq, qohum, əqrabanı axtarmaq, bunlar silə-i rəhimdir. Biri də nədir? Bir deyir ki, süfrəyə əyləşdin, Bismillah de. Süfrədən qalxanda Əlhəmdülillah de. Allah Bismillahdan Əlhəmdülillahın arasında neçə dəqiqə, hətta neçə saat otursan, Allah sənin ömründən yazmaz. Amma 2 şərti var. Bir şərti budur ki, Bismillah deyəsən, Əlhəmdülillah deyəsən, bir də süfrəndə halal nemət olsun. Şor da olsa, Əhmədin haqqı olmasın. Hüseynin haqqı olmasın. Öz halal qazancın olsun. İndi nəticə nədir sual olacaq? Nəticə budur ki, əgər İmam Hüseyin əleyhissalamın yolunda, Əhl-i Beyt əleyhissalamın yolunda innəməl ə'malu bin niyyə, mənim niyyətim Allah xəbərdardır ki, mən məhz İmam Hüseyin ehsanı verirəm. İndi İmam Hüseyin ehsanı yisək, siz, mən, x insan, 7, o insan hansı yolda yaşayar? İnşallah. Deməli, İmam Hüseynin məhəbbəti ilə yaşayar. Deməli, cəmiyyətdə həm İmam Hüseyin əleyhissalam öz Allah sülaləsini, Allah qanını yaşatmaq üçün həm cəmiyyətdə insanlar o ehsandan yerə cismən, ruhani öz yerində cismən yaşayarlar. İkinci budur, insanlarda sosiallaşmağa öyrədərlər. Üçüncü budur ki, insanın atası, anası dünyasını dəyişəndə və bəzi məsələn bizim başqa yerlərdə bu mövzuda çox sözlərimiz olub, danışıqlarımız, müsahibələrimiz olub. Yas mərasımında ifrat başqadır. İsraf başqadır. Amma yasın özəlliyi var, özü var. Özü saxlamalıdır. Məsələn, bu yaxınlarda
Sözümü uzatmadım ki, çox olmadı. O bunda deyim ki, keçərik növbəti suala. Deməli, bu yaxınlarda bir hadisə baş vermişdi, bir dənə rayonların birində, bizə bir yaxın adam idi. Deməli, bu hadisə zamanı mən xaricdə idim, başqa yerdə idim. Eşidəndən sonra mən xahiş elədim ki, o götürün gəlin şəhərə, qoy mən gələnə qədər bir qohum, əqrəba filan onun başında otursun və bu hadisəni biraz unudaq. Sonra mənə dedilər ki, bir məsələyə görə o adam şəhərə gələ bilməz. Razılaşdım ki, hə, düzdür. Məsələn, o müəyyən arayış, məsələn, sənət-sünət işlərində uyğun olaraq. Amma mən qayıdıb 3 gündən sonra gəldim və siz təsəvvür eləyin, onun qapısına bir həftə ərzində bəlkə bir 500 adam gəldi. Sayı şərti deyirəm. Bəlkə də bir nə bilim 300 adam gəldi, 600 adam gəldi. O insan gündüzlər onlardan gülərdi, danışardı, axşamlar ağlayardı. Bilirsiniz niyə? Gündüzlər gələn cəmaat o qədər ona ləzzət eləyərdi. Onun ab-havasını, psixologiyasını dəyişərdi. Axşam tək qalanda başlayırdı ağlamağa. Deməli, bizim o mərasimimizdə, pis günümüzdə İmam Hüseyin əleyhissalamın bizə yaşatdığı, qoyduğu qayda yəni budur. Deməli, o çətin anda, birinin pis günündə, birinin anası, atası dünyasını dəyişəndə o havada insanlar onun ətrafına yığılarlar, onun dərdinə şərik olarlar, onu unudarlar. O qədər eşitmişik ki, yəqin ki, siz də eşitmişsiniz, o qədər eşitmişik ki, atasını itirən darıca 3 gün özündən sonra dünyasını dəyişib. Həyat yoldaşını itirən insan 5 gün məsafədən sonra 7-si çıxmamış, öz həyat yolu xanım ondan dünyasını dəyişib. Həmçinin oğlu. Məsələn, dünənlərim təsadüfən, İslamda təsadüf yoxdur əslində. Bir xanım bizdən yol yolaşdığı idi. Elə bir səfərlərin birində idi. Mən bilmirdim. Şifahi olaraq bir müddət tanıyırdım, amma bilmirdim bunun 18 yaşında oğlu koronadan dünyasını dəyişibmiş, sən demə. Amma mən bu xanımda bir ab-havalıq, başqa mənfi bir aura görürdüm. Yaxşı mənada mənfi. Ki, çox narahatdır, çox cismən, simanan, hər cürlə. Amma imanlı qadındır, doğrudan da. Söz əsnasında dedi ki, hal qəziyyə, bu da artıq mən dözə bilmirəm. Hə, deməli, amma onun bir dənə sualı məni bu verilişdə onun misalını gətirməyə məcbur elədi. O dedi, mən evdən çıxmıram və heç kimlə görüşmürəm. Deməli, bu adam ətrafında insanlar, qohum, əqraba, dost və yaxud hətta mən ondan məsləhət gördüm, sən Qədir gecələrini buraxma, Məhərrəmli ayında bu məclisləri buraxma. Niyə? Çünki səni psixoloji olaraq imam məclisləri, Allah evinə, Allah bu məclis bir növdədir onu deyim. Allah o insanları niyə ora cəm eləyir? Yəni imam niyə cəm eləyir? Niyə məclisdə? Çünki bəzi insanlar var ki, ayla, ildən məscid görmür. Amma ən azından o 10 gün Məhərrəmliyin birində bir Peyğəmbər qapısını, İmam Allah qapısını aça bilir də. O da bir siyasətdir ya. Qiyamət günü Allah deyəcək ki, sən ki gəlmişdin, eşidirdin ha. Sən ki gəlmişdin, Elvin müəllim, bax buradan bir danışır deyə, sən ki eşitmişdin. Bunlar hamısı dolayısıyla zəncirvarı insanların cəmiyyətin formalaşmasında bir vasitədir. Deməli, nəticə nədir? Nəticə budur ki, imam ehsanları, yəni dediyimiz suala uyğun olan həm sosiallaşmadır, həm insanların yaşam tərzidir, həm insanlarda qanının halalzadə axmasındadır və həm də insanlar biri-birindən mehriban, yığışmaq, cəm olmaq, müsbət aura. Cəm olmaq və insanlar biri-birindən silə-i rəhm edir. Silə-i rəhm elədin, Allah nə edir? 2 cür ömrü uzadar. Bir silə-i rəhmlə qohum əqrəba, dost tanış, məscid möminlərdən bir-birini axtarmaq, bir də imamı yas saxlamaq. İmamın vasitəsilə, əhl-i beyt vasitəsilə Peyğəmbər yenə Allahı yad eləyib, onu silə-i rəhm eləməkdir. Baxın, Həkimə xanım, bizim düz ala qapımızdır. O ala qapıdan girəndə də, çıxanda da əgər sən eybi yox, niyabətən də ona ziyarət eləmədin, düşənmədin də, içəri girənmədin, niyabətən bir Fatihə, bir salam, əssalamu aleyki ya bint-i Musa-i Kazım deməməyin qiyamətdə sən imamın üzündə dayanamayasan. Amma bir nədir? Bir gün, bir saatın, bir cümənin, ya həftənin bir istirahət bazar günündə sən imam qızının, imam övladın, ya istənilən yaxın ərazidən da, yəni bir insan imkanı yoxdur, maddi və yaxud iş üçün çıxa bilmir, ora uzaq məsafəyə gedə bilmir, o da imam övladıdır, o birisi də imamdır, o da imam övladıdır, fərqi yoxdur. Əgər bir insan öz bir saatını, bir gününü, məsələn biz hər gün səhər evdən çıxanda Allah rizasına çıxırıq, amma niyyətimiz nədir? Axşam qaydanda evimizdə, əlimizdə bir halal ruzumuz olsun. Niyyət nədir? Maddiyyat, yaxşı mənadır. Maddiyyatdır. Evimə, ailəmə dönəndə qoy uşağımın özünə ağ çıxım. Onun istəyini, gündəlik, çörəyini ac qoymayayım. Allahın əmridir. Aha, bəli. Əslində bu çox gözəl məramdır. Həzrət Peyğəmbər də buyurur ki, hər kim bu niyyətdən çıxsa evinə dönməsə şəhid hökmündədir. Gözəl. Amma bir də var ki, mən ziyarətə çıxıram, ya gedirəm imam qapısına, imam əzadarlığına gedirəm, hansısa bir ziyarətə gedirəm, öz pulumu da xərcləyirəm.
Amma qazanmaq üçün getmirəm. Yəni dünya qazanmaq, maddiyyat qazanmaq üçün getmirəm. Mənəviyyat qazanmaq üçün gedirəm. Bu sırf səfər Allah rızasına olan, Allah üçün olandır. Ona da vasitə kimdir? Həzrəti İmam Hüseyin əleyhissalamdır. Məhərrəmlik fəlsəfəsinin əsasını təşkil edən dəyərlər fərdlərin gündəlik ictimai mənəvi davranışlarında özünü necə büruzə verir? O İmam Hüseyin əleyhissalamın şəhid olma məntiqidir. Özü. Ən sonuncu özü, yəni məhərrəm əsası nədir? Məhərrəmin əsası imamdır, şəhid olmasıdır, qan axmasıdır və ən sonuncudur. Yəni ondan öncə övladları, oğulları, 3 cür oğlu var idi mənəvi baxımından. Biri ki, öz övladlar, Həzrəti Əli Əkbər əleyhissalam, Həzrəti Əli Əsqər əleyhissalam, bu onun öz oğlu idi, dost doğma bizim dilimiz. Amma Həzrəti Qasım ona əmanət idi. Həzrəti Qasım ona qardaşının əmanəti idi. Həzrəti Zeynəb salamullah aleyhanın 2 oğlu, xanım Zeynəb Kərbəlada canlı şahid olsa da, amma o xeymədə idi. Onun 2 oğlu meydanda idi. O da ona əmanət idi. Və s. Həzrəti Əbəlfəzl ağa yaxşı. Həzrəti Əbəlfəzl Əbbas əleyhissalam imamın qardaşı idi. Qardaş da nə deməkdir? Yəni, qardaş Həzrəti Ümmülmənin nə dedi əleyhissalam yola salanda dedi ki, yəni mən İmam Hüseyni eşitsəm başına bir hadisə gəlib, biləcəm ki, sən ondan qabaq, sənin başına bir hadisə gəlib, şəhid olmuşsan. Yəni qardaş o deməkdir. Amma İmam Hüseyin əleyhissalam məramı dini yaşatmaq idi. İmam Hüseyin əleyhissalamın məramı əqidəni yaşatmaq idi. Amma bunlardan da öncə milli vicdan var insanda, milli dəyər var. Ona deyərlər qeyrət, ona deyərlər izzət. Deyir, Həzrəti İmam Hüseyin əleyhissalamın son nəfəsində o ki, şimir gəlirdilər Həzrəti İmam Hüseyin əleyhissalamın bədənindən, başın bədənindən ayırmağa gəlirdilər. O imamın üzündə olan, bəziləri imamın üzündə heybət var idi, qorxunc var idi. Onu görüb qaçırdılar. Bəs gəlirdilər ki, bu o deyil. Bunlar deyən adam deyil. Bu adam elə bir nur parçasıdır. Bunu görəndə insanlar, bəzilər, hətta bizim ustad deyir, mən o hardasa oxumamışam, bizim ustadlardan deyərlər ki, hətta gəlib ağlayıb qaçardılar. Mən kimdir tanımıram. Həm də Həzrəti Yaqubun hadisəsində gəlir İmam Hüseyin əleyhissalamın yanına, İmam gözünü açır, deyir ki, ay Yaqub, sən hara gəlmirsən, bilirsən ki, mən öz tərzimlə deyirəm də bunu. Gələr də İmam Hüseyin əleyhissalam görərdilər, İmam Hüseyin əleyhissalama qaçardılar. Yəni, əlsiz qorxardılar, bəzilər yaxud. İndi imam nəyi öyrətdi insanda? İnsanlarda vicdan öyrətdi, insanlarda qeyrət öyrətdi ki, ana üçün necə can fəda eləyərsən, bacı üçün necə can fəda eləyərsən, övlad üçün, övlad yolunda, övladı qorumaq üçün, onun dəyərləri yaşatmaq üçün necə can fəda eləyərsən və nəticə nə oldu? Nəticə torpaq uğrunda şəhid oldu. Nəticə nə oldu? Yəni, din nədir? Din həyatdır. Din nədir? Bəşəriyyətdir. Din dünyadır. Məsələn, Həzrəti İmam Hüseyin əleyhissalam bütün dünyanın torpağı uğrunda şəhid oldu. Bizim şəhidlər də, istər 1-ci Qarabağ şəhidlərimiz olsun, istər 44 günlük mübarizədə olan şəhidlər, kim üçün şəhid oldu? Bizim Azərbaycan torpağımız uğrunda. O, Həzrəti İmam Hüseyin əleyhissalam bütün dünyanı xilas elədi. Vicdanını, mənəviyyatını, izzətini və qeyrətini. Bizim şəhidlər neynədir? Azərbaycanın vicdanını qurtardı, Azərbaycanın torpaqlarını qurtardı. Bu günlərin bizim, dünən bizim, bugün bizim, sabah bizim burada oturub fəaliyyət, oturub normal, belə qəşəng üzü üstə, bu sözü deyəcəm, kişi danışmağımızın səbəbkarı o şəhidlərdir. Onlar şəhid oldular, amma biz oturduq, danışdıq, qazandıq, yedik, içdik, dağa çıxdıq, gilas yedik və s. və ilaxır. Bunların səbəbkarı onlardır. Yəni, onlar kimdir? Onlar İmam Hüseyindir. İmam Hüseyin kimdir? İmam Hüseyin odur ki, Allah ona bir dənə görəv verdi. Amma bunun bir dənə qeyri-adi bir məntiqi var, fəlsəfəsi var. Hər şeyi şəhid olan, öz şəhid verən Həzrəti İmam Hüseyin. Amma xanım Zeynəbin adını gələndə deyirlər ki, Kərbala qəhrəmanı Zeynəb. Ki, bəs İmam Hüseyin əleyhissalam şəhid oldu. Qəhrəman niyə xanım Zeynəb oldu? Bax, burada böyük bir fəlsəfə var. Böyük bir gözəllik var. Bu gözəllik nədir? Yəni, təkrar edirəm. Hər şeyini, əmanətlərini bilə-bilə ki, öz bacısı, öz həyat yoldaşı, qızları düşmənin əlinə əsir düşəcək. Amma dedi, Allah, canım da sənə fəda olsun. Verdim hamısını, hər şeyimi fəda elədim. O 6 aylıq sonuncu qurbanımı sənə fəda elədim. İndi özümdə, canım da sənə qurban olsun. Əgər əsir düşəcəklərsə sən varsan. Bunu bilə-bilə İmam gözün yumdu. Amma Allah qəhrəmanlığı
xanım Zeynəbə verdi. Bilirsiniz niyə? Xanım Fatimə Zəhra salamullahi aleyha dünya 3-cü dəfə məğlub olurdu. 3-cü dəfə kimdən diriltdi həyatı? Ki, diri-diri qızları bastırırdılar. 15-16 yaşında böyüdüb analar var ki, daşlıq, qayıqlıqlarda, dağlarda atalarının, kişilərin gözündən ki, kişi demək olardısa, kişilərin gözündən gizlədərdilər. Bəlkə 15 yaşında, o vaxtın 15 yaşı bizim boyda, bizdən də yuxarı olardı. Görərlər, bəlkə onu bastırmazlar. Onu görən kimi atalar diri-diri insanları bastırırlardı. O zaman kimi gətirdi dünyaya? Xanım Fatimə Zəhra. Allah bir dənə məktəb qoydurdu, xanımın xətti ilə. İmam Hüseyin əleyhissalam qanun tökdü, hər şeyi verdi, qəhrəman oldu xanım Zeynəb. Bilirsiniz niyə? Yezidin qarşısındakı durdu, çıxış elədi ya. Bəli. Yezidin qarşısında xanım Zeynəb salamullahi aleyha durdu. Ümmü Gülsüm əleyhissalam deyir, oturmuşdum, özə Yezidin qarşısında heç kim arxası Yeziddə otura bilməzdi. Amma xanım Zeynəb arxası Yeziddə oturmuşdu. Həzrət Ümmü Gülsüm, indi mən bunu təbirlə deyirəm. Deyir, bizim dilimizdə oturmuşdum belə, görmürdüm. Hamı təbii ki, yorğun, azsız. Deyir, birdən qulağıma elə bildim, Əbəlfəz Abbas qardaşım dirilib, o xütbə eləyir. O nərə gəldi, baxdım ki, xanım Zeynəbdir. Xanım Zeynəb salamullahi aleyha elə bir qeyzlə xütbə elədi, elə bildim, qardaşım dirilib, gəlib qeyri. Allah o şücaəti ona verdi. Nəticə nədir? Nəticəmiz budur ki, həmən insanlar, həmən bu yolda dünyanın Allahın məzazı, qanının uğrundakı fəda elədilər, o fədakarlığı bizlərə öyrətdilər. O fədakarlığı, indi Allah əgər bir fədakarlıq veribsə, ola bilər bir şey unutdumsa mənə deyərsiniz. O fədakarlığı bizə veriblərsə əgər, bir dənə misal gətireyim, əgər vaxtımız varsa. İmam Zaman əleyhissalam zuhur eləyəndə, əcəlallahu fərəcəhu şərif, zuhur eləyəndə sağ çiyinin söykəyəcək Kəbə evinə. Başlayacaq xütbə eləməyə. O zaman da bütün bəşəriyyətə texnika dayanacaq. Misal nədir? Məsələn, təsəvvürümüz yaratmaq üçün bu söz deyim. Elə hesab elə qaydacaq at-dəvə dövrünə. Yəni, hər şey dayanacaq. Amma imam sağ çiynini Kəbəyə söykəyəcək və başlayacaq danışmağa. Onu kim eşidəcək? Biz burada danışırıq. Qapıdan o tərəfə biz eşidən var. Heç bir mikrofon falan olmasa, vasitə olmasa eşitməyəcək. Amma imam o qüdrəti ona verəcək. Necə? Dünyanın hər hansı bir yerində İmam Zaman sevən varsa, İmam Zamanın səsi onun qulağına çatacaq. Niyə? İndi bunun o tarixi, hədsi tərəf mövzu başqadır. Niyə misal gətirirəm? Niyə Allah o səsin, onun səsinə qüdrət verəcək, bütün dünyaya o səs çatdıracaq? Çünki o zamanənin sahibidir. Allah o zamanəyə onu imam, rəhbər göndərib. İndi o qüdrətli Allah birini rəhbər göndərirsə, mümkündür ki, hansısa bir yerdə bir insan danışa, şikayət eləyə, söz deyə, salam deyə, imam eşitməsin. Mümkün deyil. Təsəvvürlə milyardlarla insan eyni saniyədə imam zamanı çağıra, Allah o qüdrəti verib ki, imam onların hamısı bircə-bircə səsini eşidir. İndi son nədir? Niyə bu misala gətirdim? Həzrət İmam Hüseyin əleyhissalam əgər Allah qanını yaşatdısa, o tək Kərbala dönəmində 1446 il bundan qabağı görmədi. O deməli, böyük nərimdə onu görəcək. Bura qədər də görüblər. Bundan sonra qiyamətə qədər Allah qanı yaşayacaq. O bizi onu öyrətdi bəşəriyə. Amma Həzrət Nuh əleyhissalamdan da bir misal gətirim də sözümü tamam edeyim. Həzrət Nuh əleyhissalamın gəmisinə kim bindi? Xilas oldu. Həzrət Nuh Allah'a dedi ki, Pərverdigara. Yəni, oğlu var idi axı, bildiniz də. Oğlu iman gətirmirdi, oğlu batırdı. Suda batırdı. Allah'a dua edir ki, ilahi. Onu da, oğludur da, atadır da. Peyğəmbər də olsa atadır. Dedi ilahi, onu da hidayət elə. Nida gəldi ki, ya Nuh, bir özündən soruş, gör o hidayət olmaq. O gəmiyə minmək istəyir ya yox. Hələ bir özündən soruş. Soruşdu, dedi, mən sənin gəmiyə ehtiyacım yoxdur. Çıxacam dağa, orada xilas olacam. Çıxdı dağa, bəli. Amma onu düşünməmişdi ki, bura qədər gələn su o dağa da keçə bilər. İndi, bəli, İmam Hüseyin əleyhissalamın yolunda qiyamətə qədər kim, mən, sən hidayət olacaq. Amma onlar ki, o gəmiyə minmək istəmirlər, təbii ki, onlar hidayət olmayacaqlar. Təbii ki, onlar İmam Hüseynin də izzətini, bərəkətini, ruhaniyyətini başa düşməyəcəklər. Təbii ki, İmam Hüseyin əleyhissalamın ictimaiyyətdə, dünya ictimaiyyətində qoyduğu gözəlliyi təbii ki, başa düşə bilməyəcəklər. Təşəkkür edirəm Hacı Rahim bəy. Qısa bir reklam fasiləmiz var. Dəyərli izləyicilər, qısa bir fasilədən sonra yeni efirdə olacağıq. Biz izləmədə qalın.
Hacı Rahim bəy, Azərbaycandakı çox əsrlik multikulturalizm və tolerantlıq ənənələri fonunda Məhərrəmlik mərasimləri mədəniyyətimizə necə təsir edir? Qədim zamanlara baxanda, qədim, yəni yaxın gələcək, yaxın keçmişdə olan qədim zaman deyirəm. Təbii ki, bizim yaşımız, gördüyümüz vaxtlardan danışsaq, qədim zamanlarda çox gözəl məclislərimiz olurdu. Milli, mənəvi dəyərlərimizi qorumaqla. Biz milli mənəvi dəyərlərimizə yad bir, belə deyək də, bir şey gərək buraxmayaq. Digər yerə qatmayaq. Yəni, onların bizim mənəviyyatımıza, milli mənəvi dəyərlərimizə qarışacaq bir şey eləməyək. Zaten bizim milli mənəvi dəyərlərimizi qəbul edən İslamın özüdür. Yəni, öz dəyəridir. Başqa bir dəyərimiz yoxdur ki, biz deyək ki, yox, biz Azərbaycanlıyıq, Azərbaycan sayağı bunu eləməli. Yox, elə Azərbaycan özü, İslamın milli mənəvi dəyəri, Azərbaycanın milli mənəvi dəyəri eynidir. Amma bir artığı yoxdur. İndi ənənə var ki, məsələn, bir ənənələr ola bilər ki, məsələn, bir kəndin adəti var, bir rayonun adəti var ki, onlar, məsələn, bir adətlə bu eləyirlər. Amma, məsələn, orada müstəhəb də olmasa, məkruh da olmasa, haram da olmasa, mübahdır. Bir şey yoxdur. Eləsən də ola, eləməsən. Amma bu kəndin adətidir. Bu rayonun adətidir, bu adət var. Təbii ki, ondan qırağa çıxdınsa əgər, təbii ki, İslama bir yenilik gətirmiş kimi olarsan və nəticədə bu günlərim onu icra eləməklə zaman gələcəkdə 5 il, 10 il sonraki, necə ki, indi müxtəlif fəsadlar var, məsələn, eləyiblər, məsələn, ya bilməməzlikdən, ya görməməzlikdən bunları eləyiblər. İndi bu günlərim artıq o elə biliblər ki, elə bu doğrudan da bu əzadarlığın öz tərkib hissəsidir. Yox, bu əzadarlığın tərkib hissəsi deyil. Əzadarlığın tərkib hissəsindən tamamilə xaricdir. Haşa. Tamamilə xaricdir. Yəni, o İmam Hüseyin əzadarlığın tərkib hissəsi ola bilmə. İmam Hüseyin əzadarlığı heç bir tolerantlıq mövzusunda qalanda heç bir dindən başqa bir şey, bir balta daş ata bilməz. Heç bir məzhəbə daş ata bilməz. İmam Hüseyin əleyhissalamın əzadarlığı, məclisi, onun fonunda heç bir yad bir şey, mənfi bir xarakter, niyyət, ağıl, əqidə ola bilməz. Çünki İmam Hüseyin vəhdət qapısıdır. İmam Hüseyin əleyhissalamın din qapısıdır. İmam Hüseyin əleyhissalamın əzadarlığı, İmam Hüseyin əleyhissalamın məktəbi dünyaya açılıb saçılan bir məktəbdir. O, yanlış bir şey yol göstərə bilməz insana. O, yanlış bir istiqamət verə bilməz insana. İstər nə mövzusunda, istər digər mövzusunda, insanda, mənəvi, dünyəvi və s. heç bir şeydə insanlıq məktəbi yaşadar. Necə ki, Həzrəti Əli əleyhissalam bir gün küfədə gedəndə bir ahı-nalə, ağlamaq səsi eşitdi. Gəldi, ora adam göndərir, gedin o ailənin dərdini eşidin, görək o ahı-nalə nə idi? Gəldi, həmən qapını döyürlər, gəldi, imama çatdırdılar ki, evdə iki körpə uşaq var, acıdılar. Və dedi, evin ikisi haradadır? İndi efir qaydasına görə mən müəyyən adları çəkmirəm. Və evin ikisi haradadır? O iki dənə uşağı az yalavaz bizim dilimiz qoyub gedib. Gəldi, müəyyən söz çatdırdı Həzrəti Əliyə ki, hadisə buna cərəyan edib. Həzrəti Əleyhisselam elə qəzəbləndi ki, sənin ən böyük şücaətin, sənin ən böyük qazancın, sənin ən böyük fəda olacaq iki övladın və xanımın var. Çox təəssüf olsun ki, bu günlərim, məsələn, insanlar var ki, ümumiyyətlə evdə xanımını saymırlar. Bu sözü əgər icazə versə, qoy deyim. İmam Hüseyinə elə gözəl gəlib, əzadarlıq eləyirlər, elə gözəl ağlayırlar, sinə vururlar, amma evdə xanımın haqqını yeyirlər. Evdə uşağın haqqını yeyirlər. Evdə uşağına, xanımına təminat ki, əgər bu gəlini, bu xanımı evə gətirmisənsə, sənin boynunun kişi kimi borcudur ki, sən onun təminatını verəsən. Bəli. Xanım da kişinin borcunu verməlidir. O deməkdir, mən xanıma qulluq eləyim, o da olsun şah kimi, padişah kimi otursun, mən də oynanda belə bir şey. Yox, belə bir şey deyil. Amma biz kişiyə kişi demişik də, kişi həmişə üstün olmalıdır xidmətdə. Kişi həmişə qapıdan keçəndə birinci xanımın keçitməlidir, arxasıca xanımın gəlməlidir. Ananın, atanın arxasında getməlisən, amma xanımın qarşısında yox, xanımın da arxasında gəlməlisən. Niyə? İndi o müəyyən səbəbləri, fəlsəfə tərəfləri var. Amma ona görə də biz çox zaman yanlış düşünürük. Yəni, nə demək istəyirəm? Xülasə,
Həzrəti Əli əleyhissalam qəzəbləndi. Sənin ən böyük şücaətin övladının o ağlamaq ki var ha, o ən böyük sənin üçün bir böyük bir səbəbdir ki, sən o cəhənnəm odunu qazana bilərsən. Düzdür ya yox. İndi məsələ bundadır ki, bizim ən böyük əzadarlığımız elə birinci bizim evimizdir. Necə ki Peyğəmbər İslamı evindən çıxartdı. Necə ki Peyğəmbər əleyhissalam Peyğəmbər olsa xanım Xədicə salamullah əleyhə onun üçün nə oldu? Böyük bir şücaət məktəbi oldu. O şücaət məktəbindən xanım Fatimə Zəhra dünyaya gəldi. Yaxşı, deməli İmam Hüseyn əleyhissalamın əzadarlığı bizə ən gözəlliyi verir. Bizim heç bir yad qüvvədə, heç bir mentalitetimizdə, heç bir talentlığımızda tam əksinə o bizim üçün müsbət bir fikir formalaşdırır ki, nəinki hansısa bir mövzuda. İndi xülasə sözümün sonu bu olsun. Sözümün sonu bu olsun ki, biz də gərək İmam Hüseyn əleyhissalamı o əzadarlığında ağlayıb evimizə baxmamaq kimi eləməyək. Biz həm ona ağlayaq, həm evimizə baxaq. Yəni, əzadarlığı yad qüvvə yapışdırmayaq. Əzadarlığımız qoy qalsın orijinal əzadarlığımızda. Başqa tipləri, başqa musiqi tərzləri, mərsiyə tərzləri, noha tərzləri. Baxın, mən təəssüf edirəm ki, son zamanlarda artıq bizim o dədava gördüyümüz noha mərsiyyələr hamısı musiqi ilə oxunur. Olsun, müəyyən fon xarakterində oxumaq olar. Zaman-zaman bunu biz də görmüşük, zamanında eşitmişik, istifadə etmişik ki, biz də dinləmişik. Amma o həddi aşmaq olmaz. Həddi aşanda biz büyünlərin bir avtomatik olaraq istəməsək də belə, istəsək də bir məktəb formalaşdırır. Amma 10 il bundan qabaq necə ki biz onu görmüşük, bizdən də ən azı 10 il sonra onlar əzadarlığın tərki kimi biləcəklər. O da bizdən bir yanlış bir təbliğat olacaq. Yəni, qısacası desək, İmam Hüseynin əzadarlığı, məhərrəmliyi cəmiyyətdəki mənfi şeyləri aradan aparıb müsbət şeylərə, müsbət olan şeyləri də daha da gözəlləşdirir. Digər bir sual isə bu cürdür ki, məhərrəmlik ayında kütləvi yas və kədərin kollektiv şəkildə ifadə olunması cəmiyyətin psixoloji və emosional vəziyyətinə, eləcə də insanların empatiya hissinin formalaşmasına necə təsir göstərir? Təqdimat mərasimi var da, təqdim var. Yəni biz hər şey təqdimatdan asılıdır. İndi müəyyən qayda qanun öz yerində, biz bunun qayda tərəfini danışmırıq, çünki qayda öz yerindədir. Qaydasına uyğun olaraq nəyi necə etmək lazımdırsa, hər bir dövlətin öz bir qaydası olduğu kimi bizdə də bu qayda tərəfi var. Bu bir tərəfdə. Amma məscid daxilində, əzadarlığın tərkində o əzadarlığı insanlara təqdim etmə qaydası var. Mən necə təqdim edəcəmsə və yaxud İndi bu sözü də desəm bilmirəm, deməsəm ölürəm, desəm kəsərlər, belə bir misal var. İndi onun təqdim edənə baxmaq lazımdır, onu təqdim etməsinə baxmaq lazımdır. Təqdim edən kimdir? Bu, yenə deyirəm, bir stolda hər cür insan otura bilən, baxır o stolda kim oturacaq? İndi onu təqdim, əgər onu dediyimiz elə bir yaxşı sözə qayıtsaq, mən onu gözəl təqdim etsəm, valla o İmam Hüseyni məndən də yaxşı sevəcək. Mən onu gözəl ona yaşatsam, mən onu belə deyim də, İmam Hüseyni bir gün İmam Sadiq əleyhissalamın yanına gəlib deyirlər ki, ya İmam, 2 dənə tələbəsi gəlir, Yəmnə Rasulullah, bəs biz gedirik, danışırıq, öyrətdiklərimizi cəmiyyətə xütbə edirik də, danışırıq. Bu cəmaatda təsir qoymur. Niyə? Bunun səbəbi nədir? İmam Sadiq əleyhissalam gözəl bir söz buyurdu. Dedi, gedin danışdıqlarınızı birinci özünüz əməl eləyin. Ondan sonra gedin danışın. Əmin olun ki, danışdıqlarınızın təsiri olacaq. Elə hesab elə ki, o ata oğla deyir ki, balası geçəymə, özü amma külqabını doldurur axşama qədər. O uşaq necə qulaq asacaq ataya? Nə forma qulaq asacaq? Ata deyəcək ki, ged vətəni qoru, milləti qoru, milli mənəvi dəyəri qoy. Amma atanın milli mənəvi dəyərlərdən heç xəbərdarı yoxdur. Gecə-gündüz evində, məhərrəmlikdə, musiqi, seriallar və s. ki, onlar insanın mənəvinə çox demirəm mən musiqiyə qulaq asmasını, hər tərzi. Mən belə bir insanam ki, yəni talentlığı sevən bir insanam. Yəni ki, insan musiqiyə qulaq asın. Mənim məqsədim, mənim vəzifəm nədir? Ona təbliğ eləmək. İndi bir yaxşı Həzrət Nuh əleyhissalam təbiri ilə desək, o insan hidayət olunmağını istəməsə, əstəğfirullah, mən Allah deyirəm, Peyğəmbər deyirəm. Mən sözümü deyəcəm. Amma o söz məndən çıxacaqsa, görün məndən çıxıb əgər təsir, mən onun əhliyəmsə,
10 dənə sözümdən biri ona təsir edir. O da mənim mükafatımdır. O da mənim Allah yanında bir dəyərimdir. O da mənim Allah yanında bir qiymətimdir ki, əgər varsa inşallah ki. Yaxşı, indi deməli, o adam onu eləyəcək, eləməyəcək. Amma son bu olsun ki, əgər bir insan onu təqdim eləyəcəksə, təqdim eləməsindən asılıdır. Orada müəyyən necə deyim, qaydalar varsa, dünyəvi, ticarəti və s. qaydalar varsa, niyyət o olacaqsa, məsələn, o şeylər qoyacaqlar, məsələn, belə bir şey olacaqsa, valla orada İmam Hüseyndən, əzadarlıqdan, taranatlıqdan, yığışmaqdan söhbət gedə bilməz. Yox, vəzifəm budur. Elvin müəllim bir gün burada oturub vəzifə olaraq o verilişi aparır. Düzdürmü? Və o cümlədən də verilişin suallarını hazırlaşır da bu adam ki, mənim sabah, bugün, bir saat sonra mənim verilişim olacaq. Bu bunun vəzifəsidir. Vəzifə olaraq əgər bunu icra eləsə, əmin ol ki, heç bir problem yaşam. Tam əksinə, sənin qazancın həm Allah yanında vəzifən gözəl olacaq, həm də ictimaiyyətdə fəsad yığışacaq. Hansı ictimaiyyət? Biraz bundan qabaq dedim, yəqin ki, efirdən qabaq dedim ki, təəssüf ki, indiki cavanlar əziyyət çəkmək istəmirlər. Mənim evimdə də o cavan var, sizin evinizdə də o cavan var, bizim evimizdə də o gələcəyimiz var. Mən bu günlərim əgər öz evimi düşünüm, ictimaiyyəti düşünməyim, bu da yanlışdır. Mən ictimaiyyəti düşünüm, heç evimə baxmayım, bu da yanlışdır. Amma mən düşünsəm ki, Allah rizasına gəlin gələcəyə, xilas eləyək, bu çətinlikdən qoruyaq, deməli o fəsad yox, əksinə cəmiyyətə xeyir verəcək. İndi sözünüzə qüvvət, İmam Əlinin də Nəhcül Bəlağada səhv etmirəmsə belə bir sözü var ki, xütbəsində elə bir söz yoxdur ki, onu sizə deməmişdən qabaq özüm ona əməl etməyim. Bu da səbəb olur ki, o əməl nəticəsində söz təsirli olsun. Digər bir sualımız isə bundan ibarətdir ki, Hacı, son illərdə kütləvi qanvermə aksiyaları kimi müasir və humanist addımları məhərrəmlik rituallarına daxil edilməsi bu ayın ictimai faydalılıq missiyasına necə təsir edir? Bu da əslində sosiallaşmadır. Bəli, əslində. Çünki bilirsiniz də, bu gün talasemiya xəstələri var, digər qana ehtiyacı olan xəstələri var, fəqir insanlar, kasıb insanlar var ki, nə talasemiyadır, amma insan da əməliyyata düşür və s. və ilə axır. Bu çox gözəl təşəbbüsdür. Əslində müəyyən o bəzi yanaşmaları çıxsaq, onun əvəzinə bu qan vermə aksiyasını eləmək daha gözəldir, daha üstündür. Həm də burada bəzi o rituallar ki var idi, o ritualları eləsəm 100 nəfər, amma qan vermə aksiyasını eləyir 1000 nəfər. Misal şərti rəqəm deyirəm. Hansı üstündür? Məsələn, bu say baxımından, say nədir? İnsanların yanaşması. Biri var bu icranı 100 nəfər eləsin, biri var 1000. Deməli, bu daha cəmiyyətə xeyirlidir. Biraz bundan misal getdim, qoy elə burada da deyim olur ki, İmam Sadiq Əleyhisselam, yəni bir nəfər gəlirlər ki, bəs bizə bir ruhani və tələbələrindən biri və filan məntəqədə bizə İslamı təbliğ eləsin. Ehtiyacımız var buna. İmam Sadiq Əleyhisselam deyir ki, çağırır bir, məsələn, bir insan tələbəsini çağırır, get orada İslamı təbliğ elə, amma bir şey sənə qadağan edirəm, onu eləmə. Deyir ki, ya imam, ya bu nəsə, bu ki, Quran ayəsidir, Quran ayəsidir, amma o məntəqənin, cəmiyyətin, ürfün insanlar bunu qəbul eləmir. Bunu eləmə. Günah görmürsən ki, yox. Bunun adını seçmə. Gedir, həmən məntəqədə 3 gün, 5 gün, 1 il, 5 il, bilmirəm nə qədər. Bir müddətdən sonra, bəli, orada çox gözəl hər şey əla, mömin, möminə qaydasında görə. Baxır ki, bu insan, da hər şey əladır da, elə bu insan, cəmiyyətin insanları, hər biri Allah Peyğəmbər, İmam Sevənd ilə axır Kərbəlanın aşiqləridir. Başlayır o mövzuda çıxış eləməyə. Bir qısa müddət keçəndən sonra başını kəsirlər, göndərirlər Əzəd İmam Sadiqin üstünə. Baxır, təəssüflədir, yaxı mən sənə dedim bu mövzuda danışma. Onlar onu qəbul eləmirlər. İndi cəmiyyətin, biz elə bir cəmiyyətdə yaşayırıq, bir müasir bir cəmiyyətdə, elə bir texnologiyalar var ki, insanı oturduğu yerdə, məsələn, biz oturmuşuq burada Bakının mərkəzində, bizi Amerikada göstərə bilərlər. Elə bir biz tərzdə yaşayırıq. Ona görə də biz elə forma... Azərbaycanda çəkilir, sabah Türkiyədə. Bu belə, elə ən gözəli elə budur. Bəli, bugün biz bunu başda çəkirik, sabah Türkiyədə bütün dünya bizə baxacaq. Biz bu zamanada yaşayırıq. İslam zamanaya görə dəyişmir. İslam dünyadır. Dünyanı dəyişən İslamdır. Dünyaya yenilik verən insandır, İslamdır. Dünyanı yaşadan yəni Allah.
Yəni Allahın da heç nəyə ehtiyacı yox. Amma Allah bu fincanda biz su içiriksə, bu fincanda başqaları başqa bir şey içirlər. Deməli, biz özümüz tərzi dəyişə bilirik. Yəni zamanəni dəyişə bilirik. Biz də zamaniyə görə insanın, cəmiyyətin formalaşmasına və onların qəbullanmasına görə biz ona uyğun etməliyik. Ona görə də qan vermə aksiyası, yenə deyirəm, elə o da ehsanın bir növüdür. İnsan var qanından ehsan eləyir, insan var malından ehsan eləyir. İndi mən də həmişə dəstəkləmişəm, hər Aşura günü adətən qan vermə aksiyaları olur. Özüm də şəxsən iştirak etmişəm də və dəstək də verirəm ki, elə tövsiyəm də budur ki, kimliyin asılı olmayaraq, namaz qılsan da gəl, qılmasan da gəl. La belə deyəcəm onu, İmam Hüseyni sevsən də gəl, sevməsən də gəl. Gəl o qan vermədə iştirak elə. Nəticəni Allahdan alacaqsan. Müasir dövrdə qloballaşma və rəqəmsallaşma meylləri gənc nəslin məhərrəmlik ənənələrini, onun gətirdiyi ictimai və mənəvi dəyərlərə baxışını hansı istiqamətdə dəyişir? Yəni sosial şəbəkələrdə əsasında. Ümumiyyətlə aqil insan var, cahil insan var. Düşüncə tərzi insan var, düşüncəsi olan insan var, düşüncəsiz olan insanlar var. Bunlar da hamısı həm mexanikada, texnologiyada da özünü bildirir. Çünki texnologiyanı yaradan da insandır. Mexanizmi yaradan da insandır. Yəni hər bir şeydə insandır. Süni intellekti yaradan da insan. Baxırsan süni intellekt insan kimi, robotu da insan kimi fəaliyyət göstərir. Amma onu yaradan insandır. Mənim həmişə bir sözüm var. Əlimizdəki bu telefon elə robotun özüdür. Elə robotun özüdür. Niyə? Düzdür, ağlı yoxdur. Bizim kimi, insan kimi. Və qəlbi yoxdur, döyünən qəlbi yoxdur, amma elə insandır. Necə ki, insan addım atanda öz enişini bilir, yoxuşunu bilir. Nə düzdür? Mən sabaha qədər, məni burada təriflə, mən özüm bilirəm, mən kiməm, bir də Allah bilir mən kiməm. Mən özümü tanıyan insanam. Cahil də olsam, nəuzubillah, kafir də olsam, əstəğfirullah, mömin də olsam, insan da, müsəlman da olsam, fərq yox. Mən bilirəm mən kiməm. Çox gözəl tanıyıram. Aysa. Bir də Allah bilir ki, mən kiməm və mən nəçiyəm. Düzdürmü? İndi mənim nəçi olmağım mənə zəmanət verir. Mənim gələcəyimə zəmanət verir. Zəmanət verməyimdə də mənim yaşam tərzimi təyin eləyir. Yaşam tərzimi, yaşamağım da mənim nəticəmi təyin eləyir. Nəticə təyin eləyəndə fəlsəfə alimləri deyirlər ki, sənə bir balaca bir kiosk verirlər. Otur, bir dənə də ağ vərəq, bir dənə ruçka. Otur kioskun içində. Kioskunda bir forçkası var. Qatar keçəcək. O qatarda, vaqonlarda nə var? Bax, yaz ora. Bir dənə vaqon keçir. Vaqon keçəndə baxıb, birinci vaqonda buğda. Baxırsan, buğdadır, yazırsan. Birinci vaqon buğda. İkinci vaqon görsən, arpa. Baxırsan, arpa, ikinci vaqon, yazırsan, arpa. Bir nəfər də kioskun üstündə əyləşib. Kioskun üstündə əyləşən, içəridə oturanla forçkadan deyir ki, üçüncü vaqonda düyüdür. Keçəndə görsən, düyüdür. Deyir ki, yazır düyüdür. Amma içəridə oturan, çöldə oturanla deyir ki, bu sən dedin deyənə düyüdür. Çöldə oturan, içəridə oturanla deyir ki, yox, bu mən dedim deyənə düyüdür. Mən səndən fərqli olaraq, sən oturmuşsan kioskun içində, amma mən çöldəyəm, mən gələni də görürəm, gedəni görürəm. Sən ancaq o forçkanın qarşısından keçəni görürsən. Bizim baxış bucağımız bu qədərdir. Biz nə yaşayırıq, onu görə bilirik. İndi yaşayışımız əvvəli ki, bilmirik. Sonranı da bilmirik. Amma Allah bizə bir dənə qüdrət verib ki, sonradan nə nəticə əldə eləyəcəyimizi bu forçkada qoyub. Ki, sən istəsən, gələcəkdə onu əldə eləyə bilərsən. Qaydaq telefona. Telefonla insan cahil də ola bilər, arif də ola bilər. Telefonla insan aqil də ola bilər, cahil də ola bilər. İndi deməli, bizi təyin eləyən kimdir? Bax, telefon bizim müasirliyimizdir, azadlığımızdır, gözəllikdir də hər şey. Bax, bu yax dediyimiz 31 saniyənin içində dünyanın hər tərəfinə danış, dünyanın hər tərəfinə alış-veriş elə. Bu qabiliyyət var da, bu gözəllik var da, düzdürmü? Bir anın içində, əgər kartında pul varsa, Amerikada, nə bilim, oradan, buradan, hər yerdən bir nəsə sifariş edib gətirə bilərsən. İndi bir günə gəldi, 10 günə gəldi. İstədiyimi ala bilirəm. Deməli, qaldı nə alacam? O alacağım mənim ruhuma, mənəviyyatıma, cismə necə təsir eləyəcək və mənim ruhumda nə təsir qoyacaq? Bax, o əsas ondadır. O telefon hər şey var, amma mən telefonu necə istifadə edirəm? Sosial şəbəkə biz aludəmizi, deyir, bir misal var ha, deyir, bir inci saflığı olsa da suda, artıq içilsə dərd verər o da. Biz gözəl zamanında yaşayırıq, hər şeyimiz, amma biz
dərd verməyək özümüzə. Biz nə qədər çox olsa, eyni bu sual digər sualda bir balaca oxşardır da, biz onu gözəl təbliğ eləsək, ona haşiyə vurmasaq, haşiyə daha da çıxmasa, ona bir yapışdırma yamaq vurmasa, bu özü-özlüyündə gözəldir. Əsl strukturu saxlayaraq, amma onun ətrafında zamana görə icra etməli. Sosial şəbəkələrimizdə həmçinin. Ki, yəni, insanlar var ki, yenə təkrar edirəm, o sosial şəbəkədə sizdən, bizdən otururuq, biz ayda ildə bir dəfə görsək, amma demək olar hər gün biz bir-birimizi görürük. Niyə? Dinləyirik sizi. Qulaq asırıq sizi. Yaxşı kəlamlar, yaxşı Allah, Peyğəmbər, hansı bir şairin, Allah Nizami rəhmət eləsin, biraz bundan qabaq dedim onun misrasını. Hə, bu başqa, elm öyrənmək. Düzdür, hərdən bir, nə bilim, bir yaxşı bir filmə də baxmaq olar ki, baxmalısan da dünya görüşün daha da artsın. Amma insanı cahilləşdirən, zahirdə mömin göstərib, əslində cahilləşdirən, gərək o zamana azadlığından istifadə etməyəsən. Elədir. Həmçinin burada bu məsələdə çıxır ortaya ki, əslində sosial şəbəkə insan ki, azadlığından ki danışdınız, insan o azadlığını istifadə edərək orada lazımi, özünə həqiqətən də ehtiyac duyduğu informasiyanı toplamalı olduğu halda bir növ sosial şəbəkə, internet, telefon insanın xidmətində olmalı olduğu halda bu günləri tərsin olur. Əksi baş verir ki, insanlar sosial şəbəkəni və belə deyək, qloballaşan dünyada bütün bu şeylərin qurbanına çevirir. Elə bil ki, bir əlavə edeyim sözünüzə, elə bil ki, insan dünyada real olaraq eləyə bilmədiyini bəzi insanlar sosial şəbəkə vasitəsilə eləyirsən. Bir də görürsən, elə bir hadisələrlə rastlaşırsan, baxırsan ki, real həyatda bu insan bunu eləməz. Amma sosial şəbəkədə bunu eləyir. Real həyatda özünü tamam başqa cür göstərir. İcra eləyə bilmir, bəzisi qorxusundan, bəzisi abur həya ona. Amma elə bir o içindəki şeytanı, belə deyək, içindəki o şeytanı sosial, deməli onu hardasa çıxartmalıdır, bir də başa düşür ki, orada çıxartmaq olardı. Onu təəssüf edirəm o cürlə, xüsusən o cavanlar. Xüsusən cavanlar ki, etməyin. İmam Sadiq Əleyhisselamdan bir hədis var ki, baxma, yoldan keçdin, birinin qapısı açıq olsa o qapıya baxma, zaman keçər, baxarlar qapıya. O cavanlara sözüm budur ki, etməyin. Gəlin, demirəm, yenə təkrar edirəm, demirəm, zaman olacaq, özünüz Allah yoluna gələcəksiniz. Zaman olacaq, əgər mənim hidayət qabiliyyətim varsa, Allahı da sevəcəm, Peyğəmbəri də sevəcəm. Zahiri sevgidən getmir, bugün hamımız Allahı sevirik. Amma söhbət o eşqdən gedir, təvəlla və daha doğrusu məhəbbət və məvəddətdən söhbət gedir. Sevmək başqa, amma onun üçün yaşamaq başqa bir şeydir. Onu dərk etmək, düşünərək və onu sevərək içdən ağlamaq. Yaxşı mövzu, İmam Hüseyin Əleyhisselam məzarında oturub bir və zahiri, onu içdən yaşamaq. O günlərdə Qədirxan bayramı münasibətilə bir məclisdə idim. İmam Əlidən danışanda bir xanım o qədər içdən danışırdı, ağladı, mənim ağlatdı özümü. Ki, demək, dərdli insandır. Sonradan danışanda, biraz müzakirə edəndə görürüm, yox, elə bu əlini sevəndir. Bu əliyə içdən ağlayanlardır. İndi insanlar var ki, mən onlara tövsiyə edirəm, gəlin Allahı içdən tanıyağın, gəlin Peyğəmbəri içdən tanıyın, İmam Hüseyni, Əliyini içdən tanıyıb, onları inanın, qəlbən tanısan, bir ömür olarsız yaşayamayacaqsın. Təşəkkür edirik, Hacı. Allah razı olsun. İnşallah növbəti verilişlərimizdə də, buraxılışlarımızda da sizi yenidən efirimizdə görmək xoş olar. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Allah razı olsun. Dəyərli izləyicilər, Sözün Gücü verilişini izlədiniz. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.